Bu evdə hazırladığım natural spreydən sonra tüklər gözləmədiyim yerlərdən belə çıxmağa başlayıb. İndi də yeni çıxmış bu qısa antenalara görə saçlarımı normal yığa bilmirəm. Artıq saçlarımı darayanda saçlarımın yarısı daraqda qalmır. Bu sprey üçün bir yarım stəkan suya 7-8 ədəd dəfnə yarpağı tökürəm və hardasa 20 ədəd mixek tökürəm. Qazın üstünə qoyub 10 dəqiqə qaynadıram. Soyandan sonra Temudan aldığım bu aplikatora tökürəm. Bu aplikator saçı çirkləndirmədən düz məxlulu diblərə yayır. İstəsəz linkini storydə paylaşaram. Sonra aptekdən aldığım nikotin turşusunu, yəni vitamin B3-ü bu məhlula qatıram. Yaxşıca qarışdırıram. Sonra masaj hərəkətlərlə saç diblərinə yayıram. Saçlarınızı yuyandan sonra bu məhlula saçlarınızı yaxalaya da bilərsiniz. Onu yumaq lazım deyil. Həftədə 3-4 dəfə istifadə edəndən sonra 2 həftədən sonra effektini görəcəksiniz. Bu məhlul saç köklərini yaxşı bərkidir, tük folikularını qidalandırır və stimulyasiya edir. Saçlar daha tez uzanır və tökülməsi dayanır. Mən həm də rozmarin suyu və yağından da istifadə edirəm. Tədqiqatlar nəticəsində saç tökülməsinə qarşı rozmarin ən effektiv vasitələrdən biri seçilir. Həm də ki, bu firmanın rozmarin vasitələri məndə ağ tükləri çoxaltmadı. Linklərini storydə paylaşacağam.